Hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Hər birinizi xoş gördük. Abituriyent verilişinin növbəti buraxılışını təqdim edirik. Bilirsiniz ki, ötən verilişimizdə biz qabiliyyət imtahanları haqqında danışdıq. Qabiliyyət imtahanları vermək istəyən abituriyentlərin qeydiyyat prosesinə artıq start verilibdir. Ali təhsil müəssisələri üzrə eyni zamanda 11-ci sinif təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin qabiliyyət tələb edən ixtisasları üzrə qeydiyyat may ayının 30-una qədər davam edəcəkdir. Biz qərara gəlmişik ki, müxtəlif istiqamətlər üzrə ayrıca verilişlər çəkək. Yəni, konkret olaraq tutaq ki, təsviri sənət istiqaməti, musiqi sənəti və yaxud idman istiqaməti üzrə verilişlərimizi çəkək və onu izləyicilərimizə təqdim edək. Hərə özünə aid olan istiqamət üzrə qaydalarla tanış ola bilsinlər. Təsviri sənət istiqaməti üzrə bugün biz danışmaq istəyirik. Studiyamızın qonağı Dövlət İmtahan Mərkəzinin xüsusi növ imtahanların təşkili və idarə edilməsi sektorunun əməkdaşı Cavanşir Orucovdur. Cavanşir müəllim, xoş gəlmisiniz. Xoş gördük, xanlar müəllim. Cavanşir müəllim, bax, mən istəyirəm təsviri sənət istiqaməti üzrə hansı qaydalar mövcuddur, hansı komissiyalar var, abituriyentlər nələrə fikir verməlidirlər, müsabiqə şərtləri nələrdir? İlkin olaraq biz ümumi bundan başlayaq, sonra isə artıq xırda hansı məqamlara nəzər yetirmək lazımdır, siz məlumat verərsiniz. Məmnuniyyətdən təşəkkür edirəm. Təsviri sənət istiqaməti xüsusi qabiliyyət tələb edən ixtisasların daxil olduğu 6 istiqamətdən biridir. Bu istiqamətə daxil olan, ali təhsil səviyyəsi üzrə bu istiqamətə daxil olan ixtisasların müsabiqəsində iştirak etmək üçün abituriyentlər buraxılış imtahanında 60 bal və daha yuxarı müsabiqə nəticəsi göstərməlidir. Yəni 300 baldan ən azı 60 bal toplamalıdır. Ən azı 60 bal nəticə göstərməlidirlər ki, müsabiqədə iştirak eləsinlər. Burada ali təhsil səviyyəsi üzrə 6 komissiya mövcuddur. 10-cu komissiya, 11-ci komissiya, 12, 13, 14 və 15-ci komissiyalar. Bunlar nə komissiyalarıdır? 10-cu komissiya rəhbərlik ixtisasıdır. 11-ci komissiya qrafika ixtisasıdır, 12-ci komissiya heykəltaraşlıq ixtisasıdır, 13-cü komissiya təsvirində sənət müəllimliyi ixtisasıdır, 14-cü komissiya hazırda kifayət qədər kütləviləşən, ən çox abituriyentin müraciət elədiyi dizayn ixtisasının daxil olduğu komissiyadır. 15-ci sonuncu komissiyamız isə dekorativ tətbiqi sənət ixtisası üzrə komissiyadır. Bu komissiyaların yalnız birində təsvirində sənət müəllimliyi üzrə komissiyada qabiliyyət imtahanı nəticəsi məqbulla qiymətləndirilir. Yerdə qalan ixtisaslar üzrə, qeyd etdiyim ixtisaslar üzrə qabiliyyət imtahanı nəticəsi balla qiymətləndirilir. Yəni, qabiliyyət imtahanı verir, hansısa bir bal alır və ona əsasən burada yekunda müsabiqədə birinci onun qabiliyyət imtahan balı nəzərə alınır. Qabiliyyət imtahan balı nəzərə alınır. Amma məqbulla qiymətləndiriləndə, indi sən də məqbul almışsan, mən də məqbul almışamsa, onda test imtahanı nəticəsinə baxılır. Bəli. Yəni, yekunda həm nəticəsi məqbulla qiymətləndirən komissiya üzrə, həm də balla qiymətləndirilən komissiya üzrə abituriyentlər 6 bal və daha yuxarı nəticə göstərməlidirlər ki, qabiliyyət imtahanlarında ixtisas seçiminə buraxılsınlar və ixtisas seçimində iştirak etmiş olsunlar. Aydın Cavanşir müəllim, hansısa bax yenilik varmı bu il tətbiq olunan? Ötən il olmayıbdır, ancaq bu illəri biz bu təsviri sənət istiqaməti üzrə deyək ki, yeni bir qaydadır, yeni bir hansısa bir məzmun var. İmtahanların təşkili ilə bağlı bir sıra yeniliklər edilibdir Dövlət İmtahan Mərkəzi tərəfindən. Məsələn, ali təhsil səviyyəsi üzrə bizdə Naxçıvan Dövlət Universitetinin rəhbərlik ixtisası üzrə komissiya ayrı komissiya idi. Abituriyent həm Naxçıvanda imtahan verməli idi, həm Bakının rəhbərlik ixtisasına aid olan müəssisələri seçmək istəyirdisə, Bakıdakı komissiyada da əlavə bir imtahan verməli idi. Bu illərin biz rəhbərlik ixtisası üzrə komissiya, belə deyək, bütün ixtisasları mərkəzləşdirilmiş qaydada qabiliyyət imtahanını keçirdəcəyik və abituriyent bir dəfə imtahan verməklə həm rəhbərlik ixtisasının Bakıda tədris olunduğu müəssisələrdəki ixtisasları ixtisas seçimində yaza biləcəkdir, həm də regiondakı Naxçıvan Dövlət Universitetinin rəhbərlik ixtisasları yəni o komissiyalar birləşdirilib də. Bəli, ərizəsində qeyd edə biləcək və həm o
regionun, həm də Bakının təhsil müəssisələrinin müsabiqəsində iştirak edə biləcəkdir. Cavanşir müəllim, siz dediniz o 6 komissiya mövcuddur da. Bax, bunlardan neçəsini abituriyent seçə bilər? Bütün hamısını yaza bilərmi öz ərizəsində indi hal-hazırda qeydiyyat gedir? Qaydalarımızda da göstərildiyi kimi bir istiqamət üzrə abituriyent 4 komissiya seçə bilər. Yəni 6 istiqamətdən yalnız birini seçə bilər və bir istiqamət üzrə 4 komissiyaya müraciət edə bilər. Yəni siz bayaqları saydığınız o komissiyalar rəngkarlıq olsun, sonra dizayn olsun, yəni bunlardan 4-ünü öz ərizəsində qeyd eləmək? Qeyd edə bilər. Sadəcə bir məqamı da diqqətinizə çatdırmaq istəyirəm ki, hazırda bizdə ali təhsil müəssisələrinə qəbulla paralel, xüsusi qabiliyyət tələb edən ixtisasların qeydiyyatından paralel 11 illikdən, yəni kolleclərə qəbulla bağlı da qeydiyyat biz aparırıq 11 illik təhsil bazasında. Qeydiyyat, yəni 11 illik səviyyəyə də aiddir. Tutalım, abituriyent ali və tam orta təhsil bazasından, orta ixtisas təhsil müəssisələri üzrə qeydiyyatdan keçirsə, ikisinin bir yerdə 4 komissiyası üzrə qeydiyyatdan keçə bilər. Tutalım, 3 komissiya üzrə ali təhsil səviyyəsində qeydiyyatdan keçibsə, o yalnız bir komissiya üzrə tam orta təhsil səviyyəsində kolleclərə qəbul olmaq üçün komissiyadan qeydiyyatdan keçə bilər. Aydındır Cavanşir müəllim. Bax, hansısa bir, deyək ki, kollecdə hansısa bir fərqli bir şərt varmı? Tutaq ki, məsəl üçün, Rəssamlıq Akademiyasının nəzdində bilirsiniz ki, İncəsənət kolleci var. Həmin bax, onunla müsabiqəsində iştirak eləmək üçün hansısa bir, deyək ki, fərqliliklər varmı? Bax, belə tək bu komissiya olmasın, tək bu, deyək ki, şərt olmasın. Başqa hansısa bir məhdudiyyət varmı bundan bağlı? Tam orta təhsil bazasından qeydiyyatdan keçmək istəyən abituriyentlərin diqqətinə onu çatdırmaq istərdim ki, tam orta təhsil səviyyəsi üzrə təsvir sənət komissiyaları mərkəzləşdirilib bu il. Yəni, abituriyent təsvir sənət üzrə 16.02-ci komissiyanı seçməklə orada qabiliyyət imtahanında iştirak etməklə və nəticədə məqbul olarsa, təbii ki, ölkənin həmin komissiyaya daxil olan ixtisaslarının tədris olunduğu bütün kollecləri ixtisas seçimində qeyd edə biləcəkdir. Məsələn, keçən il bizdə Gəncə regionu üzrə 16.04-cü komissiya var idi. Bu il 16.04 ilə 16.02 Bakı komissiya birləşdirildi, mərkəzləşdirildi və beləliklə abituriyentlərə imkan yarandı ki, bir dəfə imtahan verməklə ölkənin həmin komissiyaya daxil olan ixtisasın tədris olunduğu bütün kolleclərin ixtisaslarını ixtisas seçimi ərizəsində qeyd edə bilsinlər. Qiymətləndirmə ilə bağlı bayaqlarım yaxşı bir məqamat oxundunuz, xanımlar müəllim. Bizdə kolleclərə qəbul olmaq üçün abituriyentin 5 bal və daha yuxarı nəticə göstərməsi kifayət edir qabiliyyət imtahanlarında. 10 ballıq skala üzrə qiymətləndirilir. Abituriyentlərin nəticəsi 5 bal və daha yuxarı qiymət məqbul hesab olunur. Yalnız Azərbaycan Dövlət Rəssamlıq Akademiyası nəzdində İncəsənət Kollecinin ixtisaslarına qəbul olmaq üçün abituriyentin 11 illik təhsil bazasında yekun nəticəsi heykəltaraşlıq istisna olmaqla digər ixtisaslar üzrə 7 bal və daha yuxarı olmalıdır. Yəni, ümumilikdə deyək ki, 5 baldır standart olaraq, amma sırf həmin o dediyiniz İncəsənət Kollecinə qəbul olmaq üçün ən azından 7 və daha yuxarı. Təsviri sənət komissiyasına daxil olan ixtisaslara qəbul olmaq üçün 7 bal və daha yuxarı nəticə göstərməlidir. Heykəltaraşlıq ixtisasına qəbul olmaq üçün isə bu tələb 6 bal və daha yuxarıdır. Bir də bizdə orada 11 illik təhsil bazasında Rəssamlıq Akademiyasının ixtisaslarına qəbul olmaq üçün həm də heykəltaraşlıq ixtisasına qəbul olmaq üçün abituriyent 2 fəndən imtahan verir. Təsvir sənət komissiyasına daxil olan ixtisaslar orada qrafika üzrə texnikdir, rəngkarlıqdır, dekorativ tətbiqi sənətdir, dizayndır, teatr üzrə dekordur.
Bu ixtisaslar təsviri sənət komissiyasına daxildir. Heykəltaraşlıq komissiyasına isə təbii ki, ancaq heykəltaraşlıq ixtisası daxildir. 17.01-ci komissiyaya bayaq qeyd etdiyim kimi 2 fəndən imtahan verirlər. Heykəltaraşlıqdan başqa digər ixtisaslar üzrə rəsm və rəngkarlıq fənnindən imtahan verirlər. Heykəltaraşlıq ixtisasına qəbul olmaq üçün isə rəsm və yapma fənlərindən imtahan verirlər. Hər bir fənn üçün ayrılıqda müsbət qiymət müəyyən olunubdur. Məsələn, 5 bal və daha yuxarı müsbət qiymət hesab olunur. Tutalım, rəsm fənni üzrə imtahanlanan abituriyent 5 bal və daha yuxarı qiymətlə məqbul alıbsa, növbəti imtahana buraxılmaq hüququnu əldə etmiş olur. Amma ikincidən də 5 bal və daha yuxarı 5 bal alsa, onun yekun balı 5 çıxdığına görə o İncəsənət Kollecinin ixtisasları müsabiqəsində iştirak etmək hüququnu itirir. Qeyd etdiyim kimi o 5 bal müsbət qiymətdir. Yəni bir fənn üzrə müsbət qiymət o deməkdir ki, abituriyent növbəti fənn üzrə imtahanda iştirak etmək hüququ qazanır. Amma müsabiqədə iştirak etmək şərti üçün yekun bal əsas götürülür. Yekun balda təsvir sənət komissiyası üzrə 7 bal və daha yuxarıdır. Heykəltaraşlıq ixtisası üzrə isə 6 bal və daha yuxarıdır. Cavanşir müəllim, bax bu imtahanın bəs məzmununda hansısa bir fərq var mı? Tutaq ki, mən rəngkarlıqdan imtahan verirəm. Orada müxtəlif komissiyalar üzrə bu fənn var və onların o məzmunu hamısı eynidirmi, yoxsa hansısa bir fərq var? İmtahanların məzmunla bağlı nə ali təhsil səviyyəsində, nə də tam orta təhsil səviyyəsindən ixtisaslara qəbulda elə bir dəyişiklik yoxdur. Sadəcə abituriyentlər arasında abituriyentlərin diqqətinə çatdırmaq istəyərdim ki, rəngkarlıq ixtisasının rəngkarlıq fənnindən əgər imtahanda iştirak etmək istəyirlərsə, onlar özləri ilə kətan gətirirlər və bu kətanın biz ölçüsünü müəyyən eləmişik. 60 vurulsun 45 sm ölçüsündə kətan gətirməlidirlər imtahana gələndə. Üstəgəl də ki, suallar doğurur bəzən abituriyentlər arasında ki, qrafika ixtisasında da rəngkarlıq fənni var, rəngkarlıq ixtisasında da rəngkarlıq fənni var. Hər iki imtahanda abituriyentlər çiyin qurşağı daxil olmaqla portret şəkli çəkirlər. Rəngkarlıq ixtisasının rəngkarlıq fənnində yağlı boya ilə işləyirlər kətan üzərində. Qrafika ixtisasının rəngkarlıq fənnində isə akvarel kağızı üzərində sulu boya ilə işləyirlər. Yəni bu məqamlara abituriyentlərin diqqət yetirməsi siz bayaqları söhbətimizin əvvəlində qeyd elədiniz ki, dizayn daha populyarlaşıbdır və ora daha çox abituriyentlər müraciət edirlər. Bax, bununla bağlı, bu istiqamətlə bağlı hansı yeniliklər var və yaxud da ki, nələri bizim izləyicilərimizin diqqətinə çatdırmaq istəyirsiniz? Dizaynla bağlı xüsusi vurğulamaq istəyərdim ki, dizaynda bayaq qeyd etdiyim kimi nəticəsi balla qiymətləndirilən ixtisaslara daxildir. Yəni abituriyentlərimiz qabiliyyət imtahanından aldıqları qiymətin əsasında ali təhsil müəssisələrinə birinci nəzərə alınan məqam odur. İştirak eləyirlər. Bu məqama xüsusi hazırlaşarkən fikir versinlər və dizayn ixtisasının meyarları haqqında mən abituriyentlərə məlumat vermək istəyərdim ki, bilsinlər ki, onların çəkdikləri tapşırıq hansı meyarlar əsasında qiymətləndirilir. İlk növbədə abituriyentlərin diqqətinə çatdırım ki, abituriyentlərin yerinə yetirdikləri tapşırıqlar əsas meyarlar və alt meyarlar əsasında qiymətləndirilir. Bu meyarlarla bağlı ümumiyyətlə təsvir sənət istiqamətinə daxil olan ixtisasların proqramları, məzmunu, qoyulan tələblər, imtahana hazırlaşan zamanı nəyə fikir verməlidirlər, onlara kömək eləyəcək metodiki tövsiyələr,
daha nümunələr bizim bu təsviri sənət Yəni işlərdən nümunələri də yerləşdirilmiş. Bəli, nümunələrimiz də var. Bu nümunələrlə də bu abituriyent üçün xüsusi buraxılışı olan təsvir sənət memarlıq buraxılışında tanış ola bilərlər. Xüsusilə də burada meyarlara diqqət yetirmələri xahiş olunur ki, bilsinlər ki, onların yerinə yetirdikləri tapşırıq hansı meyarlar əsasında qiymətləndirilir. Aydındır Cavanşir müəllim. Bu kitabları o kitab satış məntəqələrindən əldə etmək mümkündür. Bizim abituriyentlərimiz bu həftə ərzində yaxınlaşa bilərlər və hərə öz istiqamətinə aid kitabçanı almaqla qaydalardan daha dərindən tanış ola bilər. Sonuncu mən sualımızı vermək istəyirəm. Bu müəyyən o komissiyalar üzrə, tutaq ki, həmin o komissiyada da bu fənn var, digər o komissiyada da o fənn mövcuddur, imtahan fənni var və bunların bir-birinə şamil olunması məsələsi qiymətlərin. Mən hansındansa məqbul qiymət alıramsa, tutaq ki, növbəti komissiya üzrə həmin imtahandan azad oluram. Bax, belə xırda nüanslar var. Onlarla bağlı mən istəyirəm bir məlumat verəsiniz. Bu şamillər məsələsi də xüsusi vurğulanmalı qeyd elədiyiniz kimi. Təşəkkür edirəm sizə bu məqama toxunduğunuza görə. Xüsusi vurğulanmalı məqamlardan biridir. Abituriyentlərin özləri də zəhmət olmasa baxsınlar, diqqət yetirsinlər. Bizim vəsaitdə bu barədə ətraflı məlumat verilibdir. Mən də indi çalışacağam biraz bu barədə izahat verim. Şamili nə deməkdir, abituriyentlərə köməyi nədir? Bizdə siz qeyd elədiyiniz kimi, məsələn, 10-cu komissiya rəhbərlik komissiyası, 11-ci komissiya qrafika komissiyası, 12-ci komissiya heykəltaraşlıq komissiyası, bunlarda hər birində 2 fəndən abituriyentlər imtahan verir, rəsm və rəngkarlıq fənnindən. Rəsm fənninin məzmunu eyni olduğuna görə, əgər abituriyent bu 3 komissiyanın hər üçündən qeydiyyatdan keçirsə və rəsm fənnindən müsbət qiymət alırsa, o zaman aldığı müsbət qiymət növbəti 2 komissiyaya da şamil edilir. Yəni orada əlavə imtahan vermir də, yəni şamil edilmə o deməkdir ki, yəni birincidən müsbət qiymət aldım, ikinci komissiya üzrə əgər qeydiyyatdan keçmişəmsə, o imtahana getmirəm. Yəni o imtahana getmədiyiniz təqdirdə o qiymət şamil olunur. Getsəniz, amma hansı qiyməti almışsınızsa, o götürülür. Bəli, tutalım siz qrafika üzrə rəsm imtahanına getdiniz, 6 bal aldınız. Və rəngkarlıq komissiyasından da qeydiyyatdan keçibsiz, heykəltaraşlıq komissiyasından da keçibsiz. Qeydiyyatdan bu 6 bal şamil olunur sizin digər 2 komissiyadakı qiymətinizə. Amma bir şərtlə ki, gərək abituriyent həmin imtahanlarda gedib iştirak etməsin. Bəzən görürsünüz ki, abituriyentlərimiz 6 bal alırlar, o qiymətləri şamil olunur digər komissiyalara. Bayaq qeyd elədiyimiz kimi, nəticədə balla qiymətləndirildiyinə görə onlar növbəti imtahanlarda qiymətlərini daha da yaxşılaşdırmaq istəyirlər. Bu da təbiidir. Amma bəzən görürsünüz ki, gəlir, tutalım, qrafika imtahanından 7 alıb abituriyent, rəngkarlıq imtahanına da bu şamil olunub, amma 7 ilə qane olmur, gəlir rəngkarlıq imtahanının yenidən daxil olub, iştirak edir qabiliyyət imtahanında, ya 6 alır, ya qeyri-məqbul alır, aşağı zəif bir qiymət alır və beləliklə onun aldığı əvvəlki şamil olmuş müsbət qiyməti silinir. O zaman bizə çoxlu müraciətlər olur ki, bəs onun o qiyməti mümkündürmü silinməsin, mümkündürmü qalsın və ya daha yüksəyə saxlansın. Aydındır. Yəni, amma imtahanda iştirak etmədiyi təqdirdə aldığı müsbət qiymət qüvvədə qalır və ixtisas seçimi zamanı nəzərə alınır. Çox sağ olun Cavanşir müəllim. Nəsə başqa hansısa bir xüsusi məqam varmı vurğulamaq istədiyiniz sırf bu istiqamətlə bağlı? Xüsusi vurğulamaq istədiyim odur ki, yəni bir neçə komissiyadan qeydiyyatdan keçmiş və məzmunu eyni olan fənn üzrə imtahan vermiş abituriyent əgər qiyməti qənaətbəxşdirsə də, qane edicidirsə də və öz hazırlığından, nəticəsindən bir o qədər əmin deyilsə də, növbəti imtahanlarda iştirak
etməmək tövsiyə olunur. Çünki nəticələrini aşağı sala bilərlər. Yox, öz hazırlığına arxayındırsa da, özünə güvənirsə də, əmindirsə, gəlir imtahanda iştirak edə bilər. Cavanşir müəllim, çox sağ olun, ətraflı məlumat verdiniz. Ümid edirəm ki, abituriyentlərimiz üçün faydalı bir veriliş oldu və sırf bu təsviri sənət istiqamətinə gedən abituriyentlər bundan bəhrələnəcəklər və öz seçimlərini daha dəqiq eləyəcəklər. Mən bizim izləyicilərimizin diqqətinə çatdırmaq istəyirəm ki, bizim qabiliyyət imtahanları ilə bağlı verilişlərimiz davam eləyəcəkdir. Növbəti verilişimizdə biz idman istiqaməti üzrə ətraflı məlumat verəcəyik. Çox sağ olun. Sağ olun.